11-ci sinif 9 mart buraxılış imtahanının testlərini izah etmək istəyirəm. Gəlin 7-ci testdən başlayaq. Baxın uşaqlar, burada opposite meaning, yəni antonim istəyir, əks mənalı sözləri. Massive, large ikisi də böyük deməkdir. Mild, soft ikisi də yumuşaq deməkdir, deməli sinonimdir. Strong, powerful ikisi də güclü deməkdir, sinonimdir. Defensive, protective ikisi də müdafiə edən, qoruyucu deməkdir. Deməli düzgün cavabımız oldu previous, next. Previous əvvəlki, next isə növbət deməkdir. 7 oldu B bəndə. Sözlər rahat sözlərdir düşünürəm ki. Baxıram 8-ci sualımıza. Baxın, burada biz həmişə demişik ki, qayıdış əvəzçilərimiz mübtəda ilə baxıb seçilməlidir. Baxın, girl qadın cinsi olduğu üçün biz də herself verməliyik. Qız güzgüdə özünə baxdı. Cavab oldu D bəndə. Daha sonra baxıram 9-cu testimizə. Baxın uşaqlar, burada tamamlıqdan sonra to verilibdir. To verilibsə biz bilirik ki, letdən mekdən sonra to olmaz, tosuz məsdər olur. Ona görə də düzgün cavabımız oldu 1, 4. Baxın 10-cu testimizdə artıq bunlara aid artikel çox işləmişik. Yadınızdadırsa demişdik ki, əgər ki isimdən sonra ona əvəz edən bir əlavə gəlibdirsə, deməli artıq onda bizə həmin isim məlum olur. Baxın deyir şəkil hansı ki William tərəfindən çəkilib. Deməli bizə məlum oldu ki, hansı şəkildən söhbət gedir. Ona görə də burada D artiklı verməliyik. Üstünlük dərəcəsi ilə də D artiklı verilir. Düzgün cavabımız oldu C bəndi. Baxıram 11-ci testimizə. Baxın uşaqlar, burada bir harmful, burada da beneficial. Bu ikisi bir-biri ilə antonimdir, yəni təzad təşkil edir. Biz artıq bilməliyik ki, təzad badda olur. Deyir, bəzi həşaratlar harmful, ziyan vericidir, bəziləri isə faydalıdır. Digərləri isə faydalıdır. Oldu cavabımız C bəndi. Baxıram 12-ci cümlə qurma testimizə. Baxın, burada birinci mübtədanı tapmalıyam. Burada baxıram mübtəda, görünür ki, de gəlsdir. Daha sonra xəbərimizi tapıram. Burada xəbər have been making, yəni 2, 4. Hazırlayırlar nəyi? Tamamlığımızı tapıram. Salat 1. Daha sonra harada? Mətbəxdə, in the kitchen. Nə qədər müddətdir? For 20 minutes, yəni 5 və 3. Düzgün cavabımız olacaqdı C bəndi. Daha sonra baxıram 13-cü testimizə. Baxın, burada yenə də bata aid bir testdir. Təzad var deməkdir. Burada qrammatik səhvləri eləyirəm. Baxın, to be able, to ilə işlənir. Eyni qaydada to ilə işlənir. Bu ikisi olmaz. Deməli, bad da təzad istədiyi üçün bir tərəf təsdiqdə, bir tərəf inkarda olmalıdır. Ya da birinci tərəf inkarda, ikinci tərəf təsdiqdə olmalıdır. Deməli, düzgün cavabımız oldu E bəndi. B və D bəndində görürsə iki tərəf təsdiq, iki tərəf inkar veribdir. Ona görə də qətiyyən olmaz. Daha sonra baxıram 14-cü testimizə. Definition testidir. To bu da bezdirmək deməkdir. Yəni to annoy or worry somebody bir oldu C. To trust inanmaq deməkdir. O da A bəndidir. To yəni believe that somebody is honest and good. To alter da dəyişmək deməkdir. O da qaldı B bəndi. Yəni C, A, B, yəni cavabımız oldu B bəndi. Baxaq 15-ci testimizə. Baxın uşaqlar, burada compound nouns istəyir bizdən, yəni mürəkkəb isimlər. Bunlar da, baxın, biz şunu bilirik ki, isim düzəldən şəkilsidir. Hood eyni qaydada, meant eyni qaydada, ness eyni qaydada deməli. Shoemaker, mind, set, snowdrop. Cavabımız oldu E bəndi. 16-cı testimizə baxaq. Biz demişdik ki, əgər ki cümləmiz bu qaydada sual